Sağ olun, sağ olun. Sağ olun. Dəyərli qonaqlar, xoş gəlibsiniz. Gələn ayaqlarınız var olsun. Məclisin böyücü kiçiyi olmur. Bu günləri səbəbkar Elvin Mehdiyevdir. Elvin Mehdiyev əvvəllər bizlər kimi olar rahat gəzirdi, yeriyirdi. Ancaq bu gün müəyyən səbəblərdən ayağı tutulmağına baxmayaraq sizin kimi dəyərli sinif yoldaşları onu bugünkü gündə, gözəl günündə tək qoymayıblar. Həqiqətən də çox sağ ol deyirəm, var olasınız deyirəm. Bugün bir məclisin yenə də deyirəm, böyük kiçiyi yoxdur. Bugün rahat, sərbəst, azadıqsa, bir istədiyimiz kimi hər yerə gedib rahat ad günlərimizi, xeyir işlərimizi görürüksə, torpaq altında yatan və bizlər üçün canından keçən təki vətən sağ olsun deyən qəhrəman şəhidlərə borcluq. Bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib təki vətən sağ olsun deyən qazilərə, veteranlara və üçrəyli bayraq altda əldə silah bizləri qoruyan əsgərindən zabitinə kimi Azərbaycan ordusuna borcluyuq. Əlbəttə, bugün rahat, sərbəst azadlığımız uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhu şad olmaq üçün ayağa qalxağın bir dəqiqə sükutla yad edəyin. Xahiş edirəm. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Fərqi yoxdur. Böyük məclis, balaca məclis. Əsas odur ki, hər zaman şəhidlər bizim yadımızdadır. Çünki onlara görə rahatıq. Bu, bax, sizin kimi, belə deyim, gənclərimiz, sizin kimi qəhrəman igidlərimiz, vətən uğrunda canından keçən o şəhidlərimiz də sizin kimi oğullardır. Bugün biz torpaq üzərində gəzirik. Biz onları yaddan çıxartmamalıyıq. Və bugün həqiqətən çox sağ olun, var olun. Biz Elvin Mehdiyevin zəngi gələndə ki, mənim ad günümdür, mənim bugün sinif yoldaşlarım mənim yanımda olacaq, məni deyib gələcəklər. Biz də sevindik ki, gələ sosial şəbəkədə sizin kimi oğulları bu günləri Elvin Mehdiyevi tək qoymayıbsınız, yanındasınız. İstərdim ki, sizlərdən gözəl bir sözlər. Elə ilk sözü, gözəl qardaşım, sən bir sinif yoldaşı olaraq qardaşın Elvin Mehdiyevi arzularını eşidək. Buyur. Çox sağ olun sözünü verdiyinizə görə. Mən də Elvini təbrik edirəm. O gün olsun, 100 yaşını qeyd eləsin, belə mehribansızlıq olsun, həmişə qardaşlarla yığışan bir yerdə, həmişə çalışağın, Elvinin həmişə yanında olan, dəstək olan. Çox sağ olun. Təşəkkür, var olasan. Buyur qardaşım. Mən də Elvini təbrik edirəm, 100 yaşasın inşallah. Çox sağ ol, buyur. Allah uzun ömür can sağlığı versin. İnşallah onun da arzulayaq ki, o da ayağa qalxsın, benim öz ayaqlarına gəlsin yanımıza. Belə bizdən otursun məclisdə, yesin, içsin, desin, bitsin, ayağa ilə də evinə getsin. İnşallah. Çox gözəl arzulardır. Təşəkkürümü bildirirəm. İnşallah növbəti sinif yoldaşlarından söz götürmək özümüzə borcludur. Buyur. Mən də qardaşların dediyi kimi olan dediyinə şərikəm. Allah evinə can sağlığı, uzun ömür versin. O gün olsun, o da öz ayaqları üstündə yersin, bizimlə bir yerdə çıxsın, belə məclislərdə iştirak etsin. Çox sağ ol. Buyur qardaş. Mən də qoşuluram bütün təbriklərə, təbrik edirəm. Ən gözəl arzuları dedilər, bilirəm ki, mən də deməyə görə sözüm yoxdur. İnşallah əsas oldu sağlığına qoyursun, öz durub gəzməyə ilə onun üçün ən böyük təbrik olar. İnşallah. Təşəkkür. Nürəddin bizim dəyərli qardaşdır, xeyirxah qardaş. İstərdik ki, Nürəddindən də bir iki kəlmə işlək. Çox sağ olun, Allah razı olsun sizdən də qardaşlar. Elə təmənnasız hər üçünüzdə Elvin qardaşın yanındasınız. Elə bir kəlmə ona gəlmişsiniz. Çox sağ olun. Var olasınız, Elvini eşitib gəlibsiniz. Allah sizdən də razı olsun. Misal sənin də çox əziyyətin olub. Borcumdur. Asım qardaşın da sağ olsun. Təşəkkür. Dəyərli qardaşlar da, sən də dəyərli qardaşlar olasında bir kəlməmizə gəlib. Çox sağ olsun. Təmənnasız gəlibsiniz hər üçünüzdə. Borcumuzdur. Allah Elvinə də can sağlığı versin. Bir böyük qardaş kimi, mən balaca qardaşım deyirəm elə. Allah da ona can sağlığı versin. İnşallah gələnləri öz ayağından gəlsinlər. Burada yox, bundan da gözəl restoranlarda öz ayaqları ilə mən onu arzu edirəm. Amin Allah gəlsin, öz ayaqları ilə gəlsin. Burada elisinin yoldaşları var. Buradakı hansı sahib gəlib bu qardaşlar, həmən qardaşlarla ən bərk gedən restoranda qonaqlığını mən verəcəm. İnşallah, inşallah. Mən bunu arzu edirəm. İnşallah. Təşəkkür. Allah can sağlığı versin. Ürəyə istədiyi qədər yaşayasın. Ürəkdən arzular, bütün arzuları da çatacaq. İnşallah.
Nurəddin, Çox sağ olun. Var olun. operatorlar həmişə fikirləşir ki, mən çəkirəm, məndən söz götürən olmayacaq. Bu bizim bu Rasim qardaşımızdan söz götürmək özümüzə borc bilir. Rasim buyur. Mən də Elvin qardaşa can sağlığı arzulayıram. Çox sağ olun. İnşallah Allahın köməyi ilə sağlıqla qovuşsun. Allah can sağlığı versin. İnşallah. Var. Elvin qardaşımızın özündən söz götürürük. Bir dəqiqə. Sənin özündən də çəkməyə var olun. Çok sağ olun benim kardeşlerim, çok sağ olun. Sen yemek görmem vacibime geldiğinize göre çok sağ olun. Minnətdaram. Təşəkkür. Var olasan Elvin. Allah səni var eləsin. Mən də söz deyirəm. Yox, indi mən də indi misal sənin çəkimdə qardaşım. Mən də İndi səndən Elvin söz zadından belə deyim. İlk öncə başda bizlər üçün canından keçən bədəninin müəyyən hissəsini qurban verən qazilərimiz başda olmaqla bütün xəstələrimizə şəfa versin. Amin. Sənin içində bax, bəxt gözəl sinir yoldaşlarını arzu etdi, Nurəddin arzu etdi. Həqiqətən reallıqda da insan ilk öncə başda ən varı dövləti sağlamlıdır. Bu cür sağlamlığın üstündədirsə, ailə uşağının yanında olursansa, elə o sənin varın dövlətindir. Bu cür milyonum da olsa, mənim əgər yeriyə bilmirəmsə, gözüm görmürsə, qulağım eşitmirsə, mən bu dünya işığına həsrətəmsə, mənə o var dövlətin nəyimə lazım? Əsas insana lazım olan can sağlığıdır. O can sağlığı, vasitə yoldaşlarım sənə necə arzu edirsə, mən də bir, belə deyim, biləsuarlı kimi, bir yerrün kimi sənə arzu edirəm, can sağlığına qovuşasan, sağlamlığa qovuşasan. Amin. Sənlə həm sənin bacılarına da sağlamlığı arzu edirik. İnşallah bizim arzumuzdur. İnşallah veriliş var. O Lala Zərtəcin verilişinə o həkim inşallah gəlməlidir. Köydə Allah yerdə vasitəçi həkimlərimizdir. Onların vasitəsindən inşallah sən efirə də çıxarsan, sağlamlığa da qovuşasan və yenə də bax bu qardaş dedi ki, sən öz sağlamlığa qovuşub, öz sinir yoldaşlarınla birgə restoranlarda oturasan, bir yerdə deyəsiniz, güləsiniz, gəzəsiniz, o arzunu mən sizə arzu edirəm. Və bir daha mən sənin qardaşları arzum budur ki, sizə Allah can sağlığı versin ki, gələn aylarınız var olsun ki, bugün qardaşları deyəndə əsas sinir yoldaşı qardaş deməkdir. Əsgər yoldaşı qardaş deməkdir. Yaxşı, həqiqətən, yaxşılarımızın sayı azdır, ancaq bugün, bax fikir versən ki, bugün səni tək qoymayan sinir yoldaşlarıdır. Bunlar hər zaman sənin yanında mehriban, can deyib, can işlətsiniz və bir-birinizin xeyrində iştirak edəsiniz. İnşallah bu qardaşların da, övladlarından, subayları varsa subaylarının toyunda iştirak edək. Biz də gözəl sözlərimizi bu qardaşların həyətində sizlərin vasitəsindən çatdıraq deyək, çıxış edək. Var olasın. Bir daha sənə də uzun ömür, can sağlığı, övladının toyunu görəsən, özə yeriyə. İnşallah. Öz övladının toyunda deyəsən, güləsən, oynayasan. İnşallah. Sağ olun. Allah sizi var eləsin. Yeməklərimiz də gələcək, hələ ki çaydan başlamışıq. Çox sağ olun. Buyur, çək. Təşəkkür.